Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabların üzerine olsun. Uca Allah Teala bizi, ailemizi korusun. Bakın, en çok soruşulan suallardan birisi. Güsulsüz halda imsak etmek olar mı? Yani üzerinde cenabet güslü var. Səhər qalxdın. Sahur eləmək için mütləq yuyunmalısan, yoksa sahur eləyirsən, sonra yuyuna bilərsən. Əlbəttə ki. Yəni orucun şərtində belə bir şey yoxdur ki, güsulsüz oruç tutmaq olmaz diye bir şey yoxdur. Durmusan, vaxtın var, güsul al. Yox, vaxtın yoxdur, sahurunu elə. Və yaxud da bir insan üzərində güsul var, güsul almalıdır. Gecə yuxudan səhər qalxa bilməyib, qalxdı, artıq oruç başlayıb, namaz girib. Oruç tutur mu? Bəli, tutur. Orucun şərtində yoxdur ki, mütləq güsullü olmalısan deyə. Bəziləri görürsən, yanlış fətva verirlər. Əgər deyirsən, güsulsuz